Axşamınız xeyir olsun dəyərli komanda. Gününüz xoş və xoşmənalı olsun. Mən Həyat Əliyeva, 53 yaşım var. 3 il öncə bu sektorla, bu bizneslə tanış oldum. Və nə yaxşı da ki, tanış oldum. Və bu biznesdə gələr-gəlməz özümü bu biznesin içərisində hər şeyi bilirmiş kimi göstərərəkdən artıq özümü öz imzamla tanıtmağı özümə borc bildim. Və öz yoluma davam etdim. Öz yoluma necə davam etdim? Bugün danışacaq. Bugün inancın gücündən danışacaq. Özümə inandım. Özümə niyə inandım? Çünki bildim ki, mən bacaracağam. Hər kəs özünə inana bilər. Nəinki burada mən. Mənim kimi sizlər də özünüzə inana bilərsiniz. Bu arada, bu gözəl ayda hər birinizin Ramazanınızı təbrik edirəm. Artıq Ramazan ayımızın 4-cü günüdür. Bu 4-cü gündə Allah Taala bərəkətimizə bərəkət qataraqdan, öz yolumuzla gedərəkdən hər birinizi gözəl şəkildə inanclarımıza yaslanaraqdan o inanclar üzərində yolumuza davam edirik. İnandığımız yolda hər bir zaman yolumuz açıq olur. Unutmayın, insan tək özünə inanarsa və inandığı yolda yoluna davam edərsə, onun qarşısını heç nə ala bilməz. Yetər ki, o inansın və inandığını özü-özünə sübut edərəkdən yoluna davam etsin. İnancınız heç vaxt tükənməsin. İnancınız heç vaxt qırılmasın. İnancınız heç vaxt sizi yarı yolda qoymasın. Dəyərli burada olan 16 nəfər. Hər zaman inanclarınıza söykənərək yolunuza davam edin. Və unutmayın, bir gün siz edən o inanclar sizi böyüməyinizə, sizi gətirib hansısa bir level'a çatmağınıza, sizdən özünüzə oxşar böyük bir komandanın sahibi olmağınıza vəsilə olacaq. Və mən ilk gəldiyim günlərdə, baxın, biz artıq o qədər bu təlimlərə, o qədər bu canlılara öyrəşmişik ki, bizim üçün təlimlər adi, bizim üçün canlılar adi, sanki evimizdə oturub söhbət edirmiş kimi. Niyə? Çünki özümüzə inanırıq. Bugün mənə deyəndə ki, hansı mövzu seçək, dedim, fərq etməz. Mənim üçün fərq etmək. Hansı mövzu olur olsun, mən onun üzərində öz inanclarımı, öz duyğularımı, öz hisslərimi, inanc da olmasa belə, hansı təlim olsa da çünki hazırlıqlı oluruq. Niyə hazırlıqlı oluruq? Bu 3 ilin bəhrəsidir, 3 ilin nəticəsidir. 3 ildə bir dəfə dayanmayan bizlər varıq. 3 ildə bir dəfə negativə düşməyən bizlər varıq. 3 ildə bir dəfə inamsızlığa düçar olmayan bizlər varıq. Və bu 3 ildə sizə elə gəlməsin ki, asan da oldu. Asan da olmadı. Əsla asan da olmadı. Heç nə asan deyil. Asan da olsaydı, şəbəkə biznesində hər kəs gəlib milyonçu olardı. Hər şeyin özünə uyğun çətinliyi də var. Özünə uyğun asanlığı da var. Şəbəkə biznesində asanlıqlar bilirsiniz nədir? Evimizdən idarə olunacaq bir iş sistemində çalışırıq. Bəzən evdə oturaraq deyirlər, mən bunun əleyhinəyəm. Evimizdən idarə olunacaq bir iş sistemində çalışırıq. Və burada istədiyimiz vaxt yatırıq, istədiyimiz vaxt dururuq, istədiyimiz vaxt evlatlarımızın, nəvələrimizin, ailəmizin yanında olaraqdan işimizi icra edirik. Bir smartfon, telefon vasitəsilə. Asan tərəfi budur. Səhərlər durub tıxaca düşmürük. Səhərlər durub yolun qarına, çovğununa, boranına, istisinə, günəşinə baxmadan yolumuza davam etmirik. Və gedib yollarda günümüzü keçirmirik. Və ailəmizin, evlatlarımızın vaxtına girərəkdən harasa getmirik. Evdən idarə edirik işimizi. Çətin yolu odur ki, insan psixologiyası ilə işləyirik. Və müəyyən tip insanlar var ki, bəlkə 100 minlərlə belə deyim, insanlar var ki, konkret bu sektorda deyil də, ümumiyyətlə bizim şəxsi həyatımızda da insan psixologiyasından işləmək o qədər çətindir ki, hər kəsi öz dili ilə danışdırmalısan. Hər kəsə məcbursan ki, onun dili ilə onu başa salasan. Biri gəlir A deyir, biri gəlir B deyir, biri gəlir C deyir. Və negativlərlə işlətmək artıq bizi böyütdü. Negativlərlə işlətmək bizim artıq komandamıza bir qapı açdı. O qapının arxasında nələrin olmağını artıq biz inanclarımıza sığınaraq getdik. O qapını açdıq içəriyə. Nə olur olsun, o bariyerləri vuraraqdan, dağıdaraqdan, o inanclarımıza sığınaraqdan daxili gücümüzü ortaya qoyduq. Daxili gücümüz nələrdən ibarət oldu? Bir gün yıxıldı, bir gün durdu, bir gün askıdı, bir gün istədi mızmızlansın. Amma o daxildəki, o sən xaricdəkinə bilirsənmi nə dedi? Sən o qədər də zəif deyirsən, məni içində öldürə bilmərsən, məni içində bastıra bilmərsən. Çünki sən nə olur olsun güclüsən. Baxın, gəlin
nə olur olsun o güclü sözünü özümüzə gündə 100 dəfə də desək azdır. Çünki doğrudan da biz qadınlar çox güclüyük. Əgər bir qadın doğulursa, anadan olursa, o böyüyürsə, o evdən evə gəlin köçürsə, evdən evə gedirsə, başqa bir mühitə düşür. Yəni o gedir orada başqa bir mühitin abu-havanın təsir altına düşür. Tanımadığı bir belə deyim də evin anasına ana deyir. Tanımadığı bir atıya ata deyir. Tanımadığı qanından canından olmayanlar artıq bir qan bağı yaradaraqdan onlara ana, ata, qardaş, bacı deyir. Və bir yad oğlunun əlinə düşərəkdən ona ömür gün yoldaşı deyir. Baxın, biz qadınlar necə güclüyük. Və bir evlad dünyaya gətirir. 9 ay bətnində o evladı öz qanıyla, canıyla yoğruldur. Və sonra onu dünyaya gətirir əziyyətlə, zülümlə. Bir ayağı ölüm, bir ayağı dirimdə onu dünyaya gətirir. Və nə edir? Bir il sərrasər yuxusuz gecələrini ona nənni deyərəkdən, ona laylay deyərəkdən böyüdür. Ona danışmaq öyrədir, ona yeriməyi öyrədir. Ona gülməyi öyrədir, ona ata, ana deməyi öyrədir. Bax, biz qadınlar buyuq. Nə olur olsun evlatlarımızın xatirinə belə o ailədə dözüb, o ailədə belə deyim də başlıca gəzməyi özümüzə qarşımıza məqsəd qoyuruq. Və biz qadınlar o qədər güclüyük ki, inancımızın gücü qədər də özümüz də güclüyük. Və gəlin biraz inanclardan danışaq. İnanclar insanı içində yanan elə bir işıqdır ki, ən qaranlıq yolda belə ona istiqamət göstərir. Baxın, gör nə gözəl sözdür. Bugün bu sözü kəşf etdim. Və araşdırdım bir balaca, 2-3 dəqiqə qalmış. İnanc, neyinirsən bunu? Götürmə bunu, get o birini götür. İnanclar. İnsanın içində yanan elə bir işıqdır ki, qaranlıq yolda belə ona istiqamət göstərir. İnsan nə olur olsun, öz inanclarına sığınaraqdan heç vaxt yarı yolda qalmaz. Əgər sən bir inancına sığınırsansa, şuur altına, pirinc altına, nələri kodlaşdırırsansa, inan ki, yarı yolda qalmayasan. İnanclar sənin yolundur, sənin yaşıl işığındır. İnanclar sənə istiqamət verir. İnanclar sənə yol göstərir. İnanclar sənin gücün olur. İnanclar sənin artıq özəlləşdirilmiş bir hissənə çevrilir. Və mən buradan hər birinizə demək istəyirəm ki, inanclarınızla həyata atılın. İnanclarınızla yatın, inanclarınızla durun. Bəzən inanclarımızla yatırıq, amma onunla bərabər durmuruq. Bəzən şuur altımızda nələr keçir beynimizdən. Kaş mən də Həyat Əliyev olardım. Kaş mən də Çinalə Baxşəliyev olardım. Kaş mən də Vüsalə Baxşəliyev olardım. Əşi, nə qədər strukturun sahibidirlər. Amma bir baxmırlar ki, o arxa planda onların gücü, onların qüvvəsi bəlkə də sizdən də zəif idi. Bəlkə də ilk gəldikləri gündə siz ondan güclüydünüz. Amma nə etdilər? İnanclarına güvənərəkdən, özlərinə güvənərəkdən çıxdıqları yolda nə olur olsun geri durmadılar. Gecələrini yuxusuz qaldılar. Günlərlə öz içlərinə qapanaraqdan, dəftər qələm qoyaraqdan, yazı, pozu çizdilarmı, pozdularmı, sistem qurdularmı, nə etdilər? Daşları yerinə qoydular, böyük yerinə, kiçik yerinə və öz güclərinə hansısa zirvəyə qalxdılar. Və bugünkü gündə kiminsə öz adı ilə tanınmağı, onun elə-belə tanınmağı deyil. Və nə də ki, onun bəxti gətirməyib. Və nə də ki, onun, belə deyək də, qohumları olmuyor, onu qaldıracaq. Onun yeganə inanc gücü, yeganə ona inananlar və yeganə onun arxasınca gedənlər oldu. Burada quşların səsi imkan verməyəcək, mən yerimi dəyişdirim. Və bugünkü gündə hansısa bir özgüvənli şəkildə, hansı mövzu olur olsun, mən təlim keçməyə hazırlaşıram deyən mən. İnanın ki, bu sektorda, bu sistemdə, bu strukturda nə olur olsun, özünə güvənərəkdən, çıxdığımız o yolda daim özünüzlə fəxr edərəkdən, nəinki mən, hər birinizə buradan tövsiyəm və o getdiyimiz yolda inanclar əvvəl başqalarına yox, özünə sübutdur, unutmayın. Bir dənə tək bunu yadınızda saxlayın. Siz inanclarınızı başqasına sübut etmək üçün yerinə yetirmirsiniz. İnanclarınızı özünüzə görə sübut edirsiniz. Və qadın getsək açar və bu sözü də hər zaman beyninizdə bir yerə yazın.
Hə, amma möhkəm ağac olar. Baxın, biz qadınlar gec çiçək aça bilərik, amma getdikcə daha böyük bir palıd ağacı, çinar ağacı olaraqdan bar verməsək də belə, o çinar ağacının yerində hər kəs gəlib oturub istirahət edərkən, nə yaxşı da ki, bu çinar ağacı mənə kölgə oldu deyərik. Və inanclarımızdan bir növ belə deyim də, öz gücünüzə arxalanaraqdan çıxdığınız bu yolda, bu sektorda çalışın hər zaman. Başqasına deyil də özünüzə güvənin. Çünki özgüvən əgər olarsa, sağ ol. Bu TikTok deyil, nənə qurban dəqiqə bir gələsən, bu işdə artıq. Və özünüzə inam olaraqdan, özünüzə güvən olaraqdan, həmişə canlıda gəlir gedir axı, indi elə bilir ki, indi belə də olmalıdır. Gəlir gedir. Buyurun Nara xanım, əlavəniz var? Siz danışın, sonra mən danışacağım. Və çıxdığınız bu yolda yıxılasınız da, durasınız da, ağlayasınız da, yaralanasınız da, inanın ki, ayağınız alqan içində olacaq, hətta dirsəkləriniz qanayacaq, hətta alınmır deyərəkdən özünüzə bədbinliyə qaplasınız da, amma bir şey unutmayın. Əgər o beyninizdə inanc varsa da, öz yaralarınızı özünüz sararaqdan heç kimə göstərməyin. Bizim yaramız olmadı mı? Göstərdikmi kiməsə göstərmədik. Özümüz yaralarımızı sardıq. Bilirsiniz niyə? Deyir ki, yaranı dostuna göstərmə, bir gün hardan vuracağını o gözəl bilir. Yəni düşmənə nə var ki, düşmən hər zaman gəlir, arxadan vurur gedir. Amma sənin dostun, sənin liderlərin də olsa belə, sənin sponsorların da olsa belə, bəli, hər biri əziz ola bilər, hər birini çox istəyə bilərsiniz. Nələr görmədik ki bu sektorda? Hər bir şey gördük. Bir qabdan yeyənləri gördük, bir qabın itələyənləri gördük, bir qabı sındıranları gördük. Nələr görmədik ki? Yəni mənim sizə buradan tövsiyəm, nə olur olsun, o gücünüzü heç kimə və o yaranızı heç kimə, gücünüzü göstərə bilərsiniz, yaranızı heç kimə göstərməyin və yaranızın böyüməsinə də özünüz icazə verməyin. Hər zaman çalışın ki, yaralarınızı özünüz sarın. Çünki əgər o yaralarınızı özünüz sara bilməsəniz və bir də görəcəksiniz ki, o yaralar dərinləşib, artıq mən keçən dəfə də dedim, o yaralar yerinə mikroblar düşüb. Və artıq mikrob düşəndə yaranı bilirsiniz də kəsib atmaq lazımdır. Və bugünkü bir toxum əkirsinizsə beyninizə, çalışın o toxumu gözəl bəsləyin. O toxum ki, cücərsə də belə, inanın ki, cücərəcək. İnanın ki, cücərəcək. Baxın, sizdən qabaq mən özüm balaca bir dibçəyə, torpaq aldım, gətirdim, balaca bir dibçəyə. Nə əkdim? Qırmızı biberlər olurmu? Onu saraltmışdım. Neçə gündə 2 dənəsini mənə vermişlər. Liderimgilə getmişdim, oradan gətirmişdim. Saraltmışdım ki, onu açam, içinin o toxumlarını ora tökəm. Onu əkdim. Əgər mən ona gedib gəlib su verməsəm, mən onu düzəltməsəm, mən onu gözəl şəkildə böyütməsəm, mən onun nazını, qəmzəsini çəkməsəm, o orada böyüyərmi? Böyüməz. Baxın, komandanız da belədir. Çalışın komandanızın hər tərəfli gücü olun. Çalışın komandanıza dəstək olun. Dəstək nə mənada? Yanında olun. Hər zaman komandanıza öz inanclarını, bir lider özünə inanmırsa, komandasını necə bu işə inandıra bilər? Bir liderdə özgüvən yoxdursa, bir liderdə işinə inam yoxdursa, xala xətrin qalmasın deyə, bilmirəm 5 manata görəmi, 10 manata görəmi, CP-yə görəmi, gəlir hər hansı bir, aha, gəldi tələm-tələsi, elə ayın axırı, məhsul vurdurdu, götürdü rütbəsini və yaxud da 2 nəfərə rütbə açdırdı. Bu işləmək deyil, liderlər. İşləmək bilirsiniz necə olur? Ayın əvvəlində planları ilə, strukturları ilə, sistemi ilə, gözəl şəkildə liderlərinin yanında olan, hər zaman onların dərdinə şərik çıxan, hər zaman onlarla maraqlanan, dərinliklərini araşdıran və onların şuur altına nə olur olsun yanınızdayam, mən yanınızdayam, mənə güvənin deyərəkdən bir yola çıxacağınız bir iş sistemində işləyirik. Özünüzü düşünməyin, heç vaxt özünüzü düşünməyin. Hər zaman komandanızı düşünün. Hər zaman çalışın, halal olun. Halallıq olan yerdə Allahını sevən insan, dinini, imanını tanıyan insan, halallığını qoruyan insan, şuuraltını gözəl kodlaşdıran insan heç vaxt buradan bezib geri çəkilməz. Hər zaman özünüzə güvənərəkdən, özünə inanaraqdan, komandanıza güvənərəkdən, komandanıza inanaraqdan çıxdığınız o yolda heç nəyə baxmadan halallığınızı qoruyaraqdan yolunuza davam edin. Və buradan sizə tövsiyəm, gedin
passivlərinizlə işləyin. Gedin gedənlərinizi geri qaytarın. Gedin onların şuur altına, sizin o gözəl toxum əkdiyiniz şuur altınızdan biraz da onlara verin. Və biraz da onların çalışın, hardan axsaqlıqları varsa oradan onlara toxunun. Bu arada gedənlər və passivlərdən gözəl geri dönüşlər alınır. Gedib istəsəniz, gözəl şəkildə onları geri gətirə bilərsiniz. Gəlin, alınmadısa mənim komandamda özünüzü denəyin. Və mən sizə söz verirəm ki, bərabər birlikdə çıxacağımız bu yolda heç vaxt Allah bizi utandırmayacaq, bu sözü deyin. Və çalışın ki, heç kimi pisləmədən, heç kimin xətrinə dəymədən, ay filan komandadaydın, sən çalışmadın, ay səni qazandırmadılar, bəli, belə elə, heç kimi bir yerdə, yediyiniz qabda heç kimi pisləmədən çalışın, gedin, onlarla bir sevgi bağı quraraqdan onları öz komandalarınıza dəvət edin. İnanın ki, onların sevgiyə də ehtiyacı var bəzilərinin işə də ehtiyacı var. Sadəcə biraz inancları qırılıb. O inancları, baxın, büyün inanc məsələsindəyik. O inanclarını geri qaytarması üçün onlara güclü, özünə güvənən, inancı yerində olan mən şəxsən, tutaq ki, mən deyirəm, mən lazımam. Ziyafə xanımı burada gördüm. Ziyafə xanım deyər, mən lazımam. Çinari xanım deyər, mən lazımam. Hər biriniz lazımsınız. İnancları qırılmış, inancına, belə deyim də, inancını içərisində boğmuş bir insanların inancı olaraqdan onlara güvən verin. Yanında olacaqlarınızı deyin. Və özünüz necə inanırsınızsa, o insanlara da inan verərəkdən gətirin komandanıza. Və inanın ki, bir də görəcəksiniz ki, inancı yaratdığınız insanlar sizin gələcəyinizin brilliantı ola bilər. Kimdəsə alınmayıbsa, kimdəsə tənbəllik edib işləməyiblərsə də, kimdəsə kimlərdənsə nələrsə gözləyiblərsə, kimdəsə kimlərdənsə durub gözləyirlər də mədət umurlar bir sözlə. Loru dildə deyəcəm. Baxın, o insanlarda çalışın şuur altlarını o insanların dəyişdirərəkdən və sizin çox güclü olduğunuzu və sizin komandada bərabər birlikdə onlara inanc verdiyinizi, onların hər tərəfli onları puxtələşdirib, böyütdürüb, subuta yetiriləcəyi bir maddi azadlığa qovuşturacağınızı deyin o insanlara. İnanın ki, o insanlar sizə hə deyəcək. Əgər bugünkü gündə mənim liderlərimin bir neçəsi buradan geri qaydan, tanınmışlardan belə geri qaytara bilirlərsə, sizlər də edə bilərsiniz. Niyə deyirəm sizlər də edin? Çünki özünüzün inancınızı heç vaxt içərinizdə söndürməsəniz, bir gün o inanc işığı sizə yol göstərəcək, sizə yaşılmaya olacaq. Sənin inancın varsa özünə, ilk öncə şuur altını, baxın, o qədər gözəl doğrudur ki, şuur altı nə düşünürsünsə həyatına gəlir. Mən 2 gün dünən Çinari xanıma dedim ki, bir məsələ haqqında danışdım. Dedi, liderim demə elədi. Denən yaxşıdır, ora bomba olacaq, ora belə olacaq, belə olacaq. Mən 3-cü qolumu biraz zəif olduğunu, belə dedim ki, ora nə qədər dəvətli şey eləyirəmsə də, yəni alınmır da, elə bir oranı. Dedi, onu demə, denən hər şey yaxşı olacaq. Mən zaten bilirəm yaxşı olacaq. Mən bilirəm yaxşı olacaq. Çünki mən öz gücümə arxayınam. Çünki mən öz inancıma arxayınam. Nə olur olsun, ora mütləq ki, yaxşı olmağa məcburdur. Məcburdur. Heç kimə deyil də, mən özümə sözümü vermişəm ki, mən oranı bərpa edəcəm, məcbur edəcəm ki, ora doğrular olsun. Çünki mənim inancım budur. Baxın, bu inanc məsələsinə gəldikdə mən şəxsi həyatımda o qədər mənim qarma-qarışıq şeylər olub ki, bu inancım mənim başıma çox bəlalar gətirib. Yalanlarıma özümü inandıraraqdan o həyatın içərisinə özümü bir də gördüm ki, atıldım artıq. Və kimsəsiz bir yetim insan kimi o həyatın içində mən öz dərdlərimlə baş-başa qaldım. Niyə? Çünki o, belə deyim də, mənfi negativ fikirlərlə, mənfi negativ inanclarla özümü o bədbəxt hadisələrin içərisinə atdım. Və o gündən bu günə mən onda bilmirdim inanc nə deməkdir, şuur altı nə deməkdir, pirinçaltı nə deməkdir, negativ nə deməkdir. Mən Home Life-a gəldim, mən çox şeylər öyrəndim. Və Home Life-da dedilər ki, nə düşünürsənsə o sənin həyatına yansıyır. Mən dedim, aha, deməli, onda indi 17 ildir, 3 il bundan qabaqda 14 il öncə elə ölən mən imişəm. Mən özüm, deməli, o elə bütün başıma gətirənlərin, hadisələrin, əhvalatların elə səbəbkarı, qəhrəmanı elə özüm imişəm ki,
Və ona görə də burada öyrəndim negativ nə deməkdir, burada öyrəndim pozitivlik nə deməkdir, burada öyrəndim, belə deyim də, inanclar nə deməkdir, özünə inanmaq, özünə güvən, şuur altını gözəl saxlamaq, şuur altında mənfi içinə düşünməmək. Çünki insan, övladı nə düşünürsə o həyatı yaşayır. Əgər mən bu gün düşünəcəmsə, mən qalxa bilməyəcəm, mən budur, mən odur, ay filan sponsor mənə etiketləmədi, filan sponsor mənə layiq qoymadı, filan sponsor getdi həyatın adını çəkdi, filan sponsor filan şey dedi. Mən bu dığdığalarla, beynimdəki o qurtlarla yaşasam, mən bir də görəcəm ki, o qurtlar mənim beynimi yeyib töküb, artıq beynimdə beyinciklər əmələ gəlib. Və ona görə də mən inancımı, şuuraltımı, mən heç kimə güvənmədən o yola çıxmışam və o çıxdığım yolda mən və liderlərim var. Mən yuxarıya deyil də, mən özümdən aşağıya baxaraqdan, mən və liderlərimi düşünərəkdən o yola gedirəm. Nə olur olsun, mən onların yanındayam, çünki onları ərsəyə gətirən mənəm, çünki onların zəhmətini çəkən mənəm, onları böyüdən mənəm və onların yanında mən olaraqdan və onlara arxalanaraqdan mən artıq onlardan nələrsə gözləyirəm. Mən üst sponsorlardan heç nə gözləmədən yoluma davam edirəm. Və o inancım, belə deyim, düşündüyüm o inanc, o çıxdığım o inanc uğrunda inanın ki, bir gün və artıq qalibəm, mən buna əminəm ki, qalibəm, qalibiyyət mənimlədir və istədiyim hədəfi də bu ay inşallah Allahın köməyi ilə istədiyim hədəfi də bu ay belirlədiyim bu hədəfi bu ay düşməmişdimmi? Düşmüşdüm. Heç kimdən çəkinmədən tamına qürur hissi ilə deyəcəm, Sirusa düşmüşdüm. Aylardır ki, bu sistem dəyişiləndən Sirusa düşmüşdüm. Bəli, mən Diamond açan bir lider, Sirus lideri olmuşdum. Heç hiss etdinizmi? Nə səsimdən, nə qruplardan, nə osundan, nə busundan elə vaxtlar oldu ki, mən buradan gəldiyim 80-90 manat maaşla kifayətləndim. Amma bir gün dedimmi? Çünki mən bura pula görə gəlməmişəm ki, mən bura başarı üçün gəlmişəm. Zaten başarı olan yerdə, zaten burada böyümə olarsa, mütləq ki, sənin maaşın da böyüyəcək, mütləq sənin özün də tanınacaqsan, mütləq ki, sən hər şeyi qaydasına qoyacaqsan. Və çıxdığım bu yolda artıq hədəflərimə doğru gedirəm. Keçən ay artıq belə deyim də, bir hədəfimi tamamladım. Bu ayda artıq digər bir hədəfimi tamamlayıram. Artıq getdikcə o zirvələri fəth edəcək gücə gəlirəm. Və bilirəm ki, birdən-birə elə bir partlayış edəcəm ki, o Diamondu gəlib açan Həyat Əliyeva bir gün masteri açacaq. Və inşallah o gün lap tezdir. Və mən özümə söz verirəm ki, bu mütləq ki, olacaq həyat. Sənin əgər inancın varsa olacaq. Tək həyat bu həyatla bağlı deyil. Bunu Səadət edə bilər, Xəyaləsi də elə bilər, bunu digəri də eləyə bilər, o birisi də elə bilər, bu birisi də elə bilər. Tək burada sizə məsləhətim özünüzə güvənici, özünüzə inancı heç bir zaman özünüzdən qırmamağınızdır. Və unutmayın, hər şey sizin özünüzlə başlayıb özünüzlə bitir. Yeganə insanın xilaskarı özüdür. İnsan özünü istəyər qoyunun dibinə də atar, istəyər qoyunun dibinə də qaldırar. Əsas odur ki, özünüzə inancınızı heç vaxt itirməyin. Və bir də Allaha güvənərəkdən, Allahdan istəyərəkdən, israrla Allahdan istəyin. Baxın, Ramazan ayıdır, ən gözəl aydır. Nə istəyərsinizsə Allah Taala sizə 1-ə 5 verəcək qatını. Allahdan istəyin. Amma bu şərtlə ki, hərəkət edərəkdən istəyin. Əgər siz hərəkət etməsəniz, hərəkətinizə bərəkət qata bilməz Allah. Allah deyib ki, səndən hərəkət, məndən bərəkət. Biz durmadan çalışmalıyıq. Baxın, bəhrəsini görürəm. Durmadan çalışıram, 3 aydır durmadan çalışıram. İnanın ki, o qədər yorğun oluram ki, gecələr saat 3-də, 2-də yatıram. 3 saat hər gün TikTokda canlıda oluram. Niyə? Komandamı böyütmək üçün. Niyə? Səhifəmi böyütmək üçün. Niyə? Məhsullarımı tanıtmaq üçün. Məhsulları daha əlçatan etmək üçün. Hər bir şeyi yerli yerində, sosialları yerində, saytlar yerində, nə bilim, komanda yerində, davamiyyət yerində, qeydiyyat yerində və şəxsidə işləmək də tamamən başqa. Tək bir o gələn qeydiyyatlarla hər biri ilə özüm məşğul olub, özümə tanışlıq verib və onlara adi kabinetdən keçməyəndən daha ki, başqa şeylərin hər birini mən onlara başa salıram. Bilirsiniz niyə? Çünki buna mənim inancım deyir ki, sən axtardığın digər bir brilyantları tapdığın kimi, sən axtardığın o brilyantı da tapacaqsan. Niyə mən şəxslərdə çox insanlarla vaxtımı keçirdirəm? Yeni gələnlərlə niyə çox vaxtımı keçirdirəm? Onlar arasında brilyant axtarıram.
Görüm hansında işıq görürəm, görüm hansını böyüdə bilirəm, görüm hansının inancı daha çoxdur, görüm hansında özgüvən var, görüm hansında negativ fikirlər yoxdur. Nədir yanıda bu danışdığım insanlar nədir? Axı biz mahir artıq insan tanıyan ustadı olmuşuq. Biz bir insan ağzını açana qədər artıq şəxsi həyatı da belədir. Bir insan gəlib yanında oturanda artıq bilirsən ki, onun ürəyindən sənin haqqında nələr keçir. Artıq o hansı işin, əməlin sahibidir. İnanın ki, bilirik artıq. Niyə bilirik? Çünki şəbəkə bizi böyütdü. Biz artıq şəbəkəcəyik. 3 ildir bu sektorda əməkdaşlıq ediriksə, 3 ildir bu sektorda irəli gediriksə, biz artıq bir şəbəkəcəyik. Şəbəkəçi olmağı üçün sənin burada təhsil almağına ehtiyac yoxdur. Sənin burada real faktlara ehtiyacın var. Sənin burada praktikaya ehtiyacın var. Və şəbəkəçi olmaq üçün adi bir digər şirkətin bir əməkdaşı ilə gedib masa ətrafında oturub onunla debata girmək ehtiyacın var. Sən əgər bugünkü gündə özgüvənli şəkildə öz şirkətinin sistemini, strukturunu bilərsənsə, hansısa bir şəbəkəçi ilə gedib bir debata girərsənsə, PK-ya girərsənsə, mən indi dilində də dedim da, TikTok dilində də artıq TikTokçu olub getmişəm və əgər sən gedib bir masa ətrafında oturub, sən özünü özgüvənli şəkildə öz sisteminin strukturunu ortaya qoyarsansa, sən əgər bütün sistemləri dərinliyinə qədər bilərsənsə, o zaman sən qalib gələrsən. Yox, mən xəlaqətirin qalmasın, qız gətirmək xatirinə gedim, gözü yumulu gətirim, töküm, yazım, aham, sonra ayın axırı gəldim, gəl, al, götür, qoy. Bu işləmək demək deyil. İşləmək ağıllı şəkildə, sistemli şəkildə, düşüncəli şəkildə, irəli gedərəkdən, irəli getdiyini hiss edərəkdən o insanları A-dan Z-yə qədər başa salmaqdır. Necə ibtidai sinifə bir şagird gedir, A-nı, B-ni öyrənməmiş hərf yaza, cümlə yaza bilmirsə, sən də gətirdiyin insanlara A-nı, B-ni, C-ni öyrədib, sonra hərf yazmağı tələb edəcəksən. Bəzən heç nə öyrətmədən deyirik, get qız gətir. Get link paylaşdır. Gətiririk ən bir pik nöqtənin içərisinə atırıq ki, gəl bunu belə elə. Amma düşünmürük ki, biz ona öyrətdikmi bunu necə etmək lazımdır? Biz ona öyrətdikmi ki, hansı yolu getmək lazımdır? Biz axı ora qaranlıq idi, o qaranlıq məkana onu niyə buraxdıq ki? Axı o yazıq gəlib, o yolu tanımır, o yolu necə gedəcək? Gedib qaranlıqda azıb qalacaq. Mən olmazmı ki, o qaranlıqda özüm öndə gedim, sonra arxamca onu da aparım. Özüm gedim ona iz açım, cığır açım, ləpir açım, ləpirlərimə izini qoysun, gəlsin. Və ona görə də dəyərli liderlər, heç zaman inancınızı Allah əlinizdən almasın. Hər zaman özünüzə güvənərəkdən bir çıxdığınız yolda mən deyin. Mən deyərəkdən liderlərinizə güvənin və çalışın, hər zaman onların yanında olun. Buyurun Çinarə xanım, biraz da siz danışın, lazım olsa mən danışaram. Mən danışa bilərəm, mən 2-3 saat danışaram amma. Liderim, çok güzel bir mevzulara değindi. Sansı ki hayatı meselelerle bağlı çok güzel nüanslara toxundu. Sansı ki mən həyatımda özümü negative salaraq Home Life sayəsində negativin və pozitivin nədən ibarət olduğunu anladım və həqiqətən də şuuraltının gücünü həyatımızı necə idarə edirik. Bu təbii ki Allah'a zidd deyil, estağfurullah, ama insan beyni nəyi düşünərsə onun üzərindən də irəliyər. Çox gözəl bir nüansa toxundunuz. Tamam, mən slaytlar üzərindən bir inancın gücü haqqında fikirlərimi bölüşmək istəyirəm. Çünki bu sektor, nəinki bu sektorda, həyatda ümumiyyətlə inanc önəmlidir. Nəyə inanarsan onu böyüdərsən. Niyə hər dəfəsdə deyirik negativ, pozitiv məsələsində negativə düşünərsən, köklənərsən, hətta negativ bir nöqtədir. O nöqtəni qoyduq və nəyi düşünürüksə onun çevrəsində artıq düşünə gəlir haralara çıxır. Pozitiv də onun kimidir və inşallah slaytları bölüşüm, inanc haqqında bir balaca daha dolğun fikirləri ifadə edək. Deməli, ilk öncə, inancın gücü, inanc insanın özünə, yoluna, məqsədinə güvənməsidir. Hansı ki, uğurun görünməyən, amma ən möhkəm təməlidir. Hansı ki, inanc dedikdə nəyi nəzərdə tuturuq? İnanc bu sektora gəldikdə artıq nəyi istəyirik, nəyin üzərindən fəaliyyətimizi davam etdiririk və nə istəyirik? Yəni, həyatımıza nəyi çəkmək istəyirik və bu sektordan beklentilərimiz nədən ibarətdir? Çox gözəl bir cümlə də işlətdiniz. Mən gəldiyim ilk gündən deyirsiniz ki, hansı ki, mən inanaraq özümə inandım, özümə güvəndim və alınacağına %100 əmin olaraq yoluma davam etdim və bugün də onu davam edirəm və bir cümləyə də deyindiniz. Hansı ki Sirius'a düşmüşdüm, amma Sirius'a düşməmə baxmayaraq maşallah keçən ay həm direktorluğu, həmçinin də ki komandanızda Gülçin Qasımova da direktor yetişməyi təbii ki birlikdə bacardınız. Bu hansı qənaətə gəlir? O qənaətə gəlir ki, inandınız, inancınız üzərinə də fəaliyyətinizi davam etdirərək uğurun görünməyən tərəfi ən möhkəm təməlini doğru şəkildə inkişaf etdirməyə bacardınız. İnsan özünə inanarsa, əmin olun ki, onun qarşısında heç kəs, heç nə dura bilməz. Və inancı görünməyən bir inanc, görünməyən bir gücdür. İnsanın daxilində, içində. Bunu sadəcə biz demirik, xanım.
xanımlar. Bunu bilinçaltı düşüncə, beyin neyronlarından inanan zaman və inanclı insanların beyinlərini hansı ki yoxlamaya salıblar və inanmayan insanların orada dalğaların necə bir-birinə toxunaraq dalğaların bütün neyronlar bədənə yayılmasını təmin edəcək bir prosesin biz deyil də bilim adamları bunu araşdırıb tapıblar. Ona görə inanc görünməyən bir gücdür ki, bu gücü özünüzə toparlayacaqsınız. Amma ən böyük dalğaları yerində oynadan da məhz odur. Özünə inan, çünki hər şey əvvəlcə sənin beynində başlayır. Çox gözəl bir cümlədir ki, hər şey birinci sənin öz beynində başlayır və qrupa bir direktorlar qrupuna da yönləndirdim. İnşallah bu güc birlikdə də yönləndirəcəm. Çox gözəl bir cümlə işlətdi ki, 4 il bundan öncə, 3 il bundan öncə biz başlayarkən biz insanlara məhsul devrəsi təşkil etdirərək, bir insan məhsul devrəsini təşkil edərkən biz sevinə ki, ay maşallah olsun ki, artıq komandamıza da bir insan məhsul devrəsini təşkil etdi və arzusunu reallaşdırmaq yolunda ən azı bu gün məhsulu tanıyıb sabahları bizim liderimizə çevirilər deyə içimizdə o inancımızı böyüdərkən başqa bir liderin sanki məcburən insanlara məhsul devrəsini təşkil etmək, ay yoruldum, ay bezdim, ay sıxıldım, ay insanlara başa sala bilmirəm, insanlar məhsul devrəsini doğru etmir, insanlar yanlış, nə bilim düşüncə də deyə özünü neqativə köklüyüb beynində artıq başlamadan bitirməyə gətirib çıxartdı. Ona görə nə edəcəksiniz? Bu sektora daxil olarkən işin nədən ibarət olduğunu, işin nə üçün burada var olduğunuzu və inancınızı hansı yolda, fəaliyyətinizi hansı yolda davam etdirməyinizi düşüncəniz mütləq və mütləq dəftərinizdə qeyd olaraq o yolda da fəaliyyətini davam etdirərək gözəl nəticələr almamaq kimi şansa da malik deyilsiniz. İnanc daxili dayağı gücləndirir. Daxili dayaq deyəndə hansı ki bizim içimizdə olan bir inanc var, bizim içimizdə olan bir iş var, bizim əlimizdə olan bir iş modeli var. Bu iş modelini biz inancımızın daxildən, içdən, hansı ki nə videoya, nə kənardan gələn sponsor dəstəyi, nə kənardan gələn səslər, sözlər deyil də, sənin daxilində o dayağı gücləndirməyə bacararsansa, şəbəkədə çox gözəl yerlərə gəlməyi də təmin edərsən. Sən şəbəkə biznesi mövzusunda belə deyək də, daxili dayaq məhz inancdan başlayır. Özünə inandığın anda artıq çətinliklər sənin gözündə görsənmir. İnanc varsa, insan yorğunluğu da o hər şeyi aşır. Məsələn, mənim inancım var ki, mən bu günləri 10 insana dəvət paylayacağam və mən o insan üzərindən də 10 insandan ən azı 3-ünü sistemimə daxil edəcəm deyib inandığım bir yolda artıq sənin yorğunluğun olmur. Və keçən səfər xanım atmışdım qrupa da, Güc və Zəkaya qrupuna da. Tüzələ xanım dedi ki, bu günləri hardasa bir 50-100 nəfərə 4 saat 4-ə qədər oturub ancaq elan paylaşıb və bir də baxıb ki, saat 4-də artıq nə qədər elanlar paylaşıb və bir də qeydiyyatı yoxdur. Bu qədər müsahibə, bu qədər insanlara çatma, amma bir dənə qeydiyyatı yoxdur. Amma neynəyib? Başlayıb artıq inanıb, yenidən həmin insanlara təkrar yazaraq, onların etirazlarını doğru cavablandıraraq, ən azı həmən günü 3 dənə qeydiyyatı olmuşdu. Niyə? Səbəb nədən ibarətdir? Səbəb ondan ibarətdir ki, artıq inancını daha doğru yönləndirməyə bacarmış. Və ikinci, inanc hərəkət yaradır. Yəni, əgər inanmadığım bir işdə, bu gün uğurlu olacağıma inanmıramsa, bu mən həyatımı dəyişəcəyimə inanmıramsa, bu mən işimdə hansı bir uğur və nailiyyətə imza atacağıma inanmıramsa, bu gün mən məhsullarıma inanmıramsa, o zaman mən necə hərəkət edə bilərəm? Və bugün qazanmayan və çalışmayan, bacarmayan əlbət ki, inancın azalması nəticəsində artıq fəaliyyətini davam etdirir. İnanacaqsan, inanc sənin mütləq və mütləq hərəkətə doğru çalışmağını daha gözəl təmin edəcək. Daha çox çalışırsan, daha kəbirli olursan, daha ardıcıl qalırsan, yəni inanc hərəkət isə nəticəyə aparır. Ona görə nə edəcəksiniz? İnancınızı hər daim diri tutub, nə olur olsunuz, istədiyiniz nəticələr uğrunda hər gün inanclı şəkildə fəaliyyətinizi doğru şəkildə davam etdirəcəksiniz. İnanc qorxunu zəiflədir. Hansı ki, hər birimiz bilirik ki, qorxu var. İçimizdə hər birimizin var. Bir işə başlayarkən o işdə uğurlu olacaqmı, olmayacaqmı, alınacaqmı, alınmayacaqmı, artıq bizə gələn etirazlar, bizə gələn cavablar, bizə gələn alınmamazlıqlar və yaxud da ki, istəmirəm deməklər, hər hansı bir etirazlarla qarşılaşarkən istər-istəməz qorxularımız qalxmağa başlayır. Amma qazanacağımıza və bacaracağımıza %100 əmin olanda artıq inancımız qorxunu zəiflətməyi təmin edir. Qorxu hər zaman olacaq, amma inanc qorxudan daha güclü olanda insan addım atır. Uğurlu insanlar qorxusuz deyil.
inancı qorxudan böyük olanlardır. Çox gözəl bir cümlə. Hansı ki, hər birimiz qorxa bilərik, hər birimiz istədiyimiz nəticələri almamaq yolunda bir balaca axsaya bilərik. Amma inancımız qorxumuzdan daha böyük olmalıdır ki, biz istədiyimiz yerlərə gəlməyi də təmin edək. İnanc enerjini dəyişir. İnsanın baxışı, danışığı, aurası fərqli olur. Hansı ki, həmin inanan insanın düşüncələrində, fikirlərində, gözündə, ağzından çıxan hər kəlmədə artıq onu inanaraq inandırmağı bacarır. Hər dəfə nə deyirik? Deyirik ki, məsələn, inanacaqsan və inandığını da inandırmağı bacaracaqsan. O zaman istədiyin nəticələr alacaqsan. Komandada bunu hiss edir, şəbəkədə lider olmaq üçün ilk növbədə öz yolunu sarsılmaz etməlisən. Yəni, öz yolunu sarsılmaz etməlisən deyəndə nə nəzərdə tutulur? Təbii ki, öz yolunu sarsılmaz etməlisən deyəndə qarşına bir hədəf qoyub, o hədəfə doğru. Çünki bizim işimiz, şəbəkə biznesi həqiqətən biraz çətin bir proses, çətin bir problem. Amma digər işlərdən daha asandır. Hansı ki, səhər yuxudan durursan, hər gün məktəbə gedirsən, hər gün xəstəxanaya gedirsən, hər gün o terapi masalarına, terapi otaqlarına gedirsən. Yəni, hər sahədə polis hər gün neynir, o şöbəyə daxil olur və orada nələrin olacağını, necə olacağını artıq nə baş verəcəyini anlamadığı halda və ya da səhər tezdən yuxudan durduğu halda bizim işimiz əlbət ki, digər işlərdən çətindir deyib, amma daha asan olmağı təmin edəcək bir sayədə. Amma inancınız nə qədər diri olarsa, arzunuz nə qədər geniş olarsa, inancınızı nə qədər diri tutmağı bacararsınızsa, bu sahədə inanın ki, qazanmayan xanım qalmaz. Bunu sadəcə biz deyil, bilim insanları da araşdırmaların nəticəsində hansı ki, bu şəkildə fəaliyyətini davam etdirərək artıq videolardan və düşüncə tərzi olaraq başqa bir gedişatlardan üzə çıxardıblar və bunu həmçinin şəbəkədə çalışan bütün insanların ilk növbədə sual versən ki, necə uğurlu olmusan, hər birinin %99,9%-nin hər biri bu söz deyəcək. Qazanacağıma %100 əmin idim. Bacaracağıma %100 əmin idim. İstədiyim nəticələri alacağıma %100 əmin idim. Ona görə nə edəcəksiniz? İnancınızı hər daim diri tutacaqsınız, inanacaqsınız, inandığınız bir yolda insanları inandıracaqsınız. Çünki bu qədər qazanan insan sadəcə boşu-boşuna qazanmayıb, onlar bacarıbsa sizlər də bacararsınız deyib yolunuza davam edəcəksiniz. Və inancınızı hər gün dəftərlərinizə tökəcəksiniz. Hər gün, yəni bir işin beyin olaraq, düşüncə olaraq, göz olaraq, dil olaraq və ürək olaraq eyni bir formatdan hər biri bir yerə yığılıb bir sözü deyərsə, inanın ki, burada qazanmayan xanım qalmaz. Hansı ki, göz görür, qulaq eşidir, dil danışır, ürək hiss edir. Deyəcəksiniz, onda dəftərə tökərək inancınızı bir ildən sonra harda görmək istəyirsiniz özünüzü, nə cür fəaliyyətinizi davam etdirmək istəyirsiniz və nə qədər gəlirə sahib olmaq istəyirsiniz, həyatınızı hansı nöqtədə dəyişmək istəyirsiniz deyib, onu dəftərə tökərək hər gün o sizin çalışmağınız sizi yormayacaq, sizə zövq olacaq. Çünki deyir ki, ən gözəl iş, deyir ki, belə bir deyim var, deyir ən gözəl iş sevdiyin işdir. Ən ağır iş, ən yorucu iş sevmədiyin işdir və işini də sevərək icra edəcəksən, inançlı şəkildə də fəaliyyətini davam etdirərək istədiyin nəticələri də alacaqsan. Təşəkkür edirəm həyat liderim, var olasınız. Əlavələriniz varsa buyurun, məndən bu qədər. Mən inanç haqqında bir balaca fikirlərimi bölüşdüm və çox gözəl bir təlim deyindiniz, çox gözəl bir düşüncəyə deyindiniz. Həqiqətən inanıram ki, inşallah daha gözəl uğurlara imza atacaqsınız. Nəinki sizin timsalınızda bütün liderlərimiz ən gözəl yerlərə getməyə, ən gözəl o nailiyyətlərə, uğura imza atmağı bacaracaq. Amma bunun üçün inanmaq, inandığını da inandıraraq yoluna davam etmək şərt və önəmlidir. Təşəkkür edirəm. Hamılar dinlədiyiniz üçün, amma sayımız çox azdır. Biraz artırın maksimum dərəcədə. Çünki bu təlimlər sizlərin inkişafı, sizlərin həqiqətən də hər kəsdən bir cümlə, hər kəsdən artıq 3 gündür burada bildiyiniz kimi bir fikirlər bölüşür. Birinci günü başqa bir təlim, dünən başqa sırağa gün başqa bir təlim, dünən başqa bir təlim, bugün də başqa bir təlim, sabah da başqa bir təlim olacaq. Əmin olun ki, bu təlimlər bəzən təlimlərin Instagramda qiymətini soruşanda ki, neçə manata təlim keçirsiniz, hansı ki bizim bildiyimiz, sizin bildiyiniz sözləri və cümlələri ifadə edir və bizim sahədə
ən gözəl təlim təcrübəli insanların dilindən tökülən. Çünki onlar bu təcrübələr nəticəsində artıq bu sahədə uğurlu olmağı, müəyyən yerlərə, müəyyən karyerləri təsdiqləməyə bacarıbdır. Və soruşanda neçə manat və bayağı əl yandıracaq bir manatlar təlimlə bağlı maddiyyat tələb edir. 1000 manat istəyənə bax, 3000 istəyənə bax. Amma şanslısınız, niyə şanslısınız? Çünki həqiqətən də təcrübəli insanların dilindən, ağzından hər gün bircə kəlməni götürsəz, artıq 30 günün içərisində 30 bilgi qazanmış olursunuz və bu sahədə də bilgili olmaq, inkişafını genişləndirmək, bu sahədə həqiqətən də güclü olmaq istəyirsinizsə bilgili olacaqsınız. Bilgi dediyin sadəcə gözəl danışıq, gözəl fikirlər, gözəl ideyalar deyil. Bilgi dediyin öyrənmək və öyrəndiyini anında tətbiqə keçmək ki, nəticələrində paylaşmaq. Təşəkkür edirəm dinlədiyiniz üçün. Allah əmanət olun.